Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yunmaz Azerbaycanımızı bütün mürüvvətdə yaşayan kardeşleri salamlayıram. Bugün ayın 10'u Aprel 2026. Bərdən Dana bazarından çəkirik. Görək bu kardeşin heyvanları qiymətləri ilə maraqlanaq. Hem kəskiliklə, hem bordağa gedən heyvanlarla. Ya qalmağa gəlmişsən satmağa? Almağa. Dur görüm orada. Almağa gəlmişəm, varəm, bahalıq. Yaxşı mal baha deyil. Qaqa, nətər bahalıq durək? Yaxşı mal bahalıq. Yaxşı mal bahadır. Təxmini neçə ilə nəzərdə tutub gəlmişsən bazara? 26 ilə, 27 ilə. Allah canınsa. Hardan da gəlmişsən? Bərdədən, Hansı kəndi? Mollalı. Mollalı kəndi. Yaxşı olar inşallah. Qaqa bazar olsun. Neçə ilə duraq malların qiyməti? Üst-üstə kom. Və belə dənə-dənə neçə iləndir? Qiyməti var. 22'den tutmuş 28. Bax o qırmızı dənə neçə deyirsən başdakı? Ona 28'e. 2800'ə. Bax bu alan neçə deyirsən? O da 27 yarım. Bu qara da hel olar. O da 27'ye. Yəqin ki bunlar bu 3 dənələr aşağı olar. Onlardan 23 yarım. 2350 ilə. Hardan getmişsən malları? Buradan bütün Beyləqandakı izləyicilərimizə də salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Bərəkətli olsun. Ümumiyyətlə sort heyvanlar biri-birindən bahalı. Sorta pul verirlər qardaş. Qaqam bazar olsun. Neçə iləndir bunların qiyməti? 2050 ilə. 2050 ilə. Mirziyə ver, Mirziyə. 2050 ilə. Çəkək bir gözəl bir rolik hazırlayaq. Baxın. Kimin əliylə? Ve 14 elliğine. 14 elli. Qiymətlər neçə iləndir? Mala qiymət edənə ben ha. Mala qiymətdir. Ha mala qiymət et, cəmaat çəkir video. Ha mala qiymət et, cəmaat video çəkir. Ha mala qiymət et cəmaat. 22 yarım. Abi bunlar zamanında 14 yarım olması lazım. Hər şey bax, baksana. Bunda gəlmə, bunlar bir kalsın. Sen el veririm, versin onu diyelim ama. Kami.
Ha? Hemen mal Bazarız. 14 yarım al verme ha. Ha? 14 yarım al verme ha mal. Pulunu da veririm. Mal al verme ha. Hemi mal al 14 yarım verme. Qaqa neçə iləndir qiymətdə? Nə var, nə yox? 23 yarımdan. Deməli sənin qonşundakı deyir 14 yarımla verirəm. 14 yarımla verirəm. Dayan, ha. Dayan. İndi bax, burada bir sən nə qədər milyonlarla adam baxır. İndi görsün ki, kommentariyada indi nə yazacaqlar. Da indi oxuyacaq yəni. 19 nesil. Aha da yəni qardaş, real nədirsə onu demək lazımdır. Buna bir sən nə oğlanlar baxır, oturur o mantorun arxasında. 23 yarımdan 7 aşağı yeri var. Yox, sizi demirəm. Aydın məsələ, direkt. Alıcılıq nətərdir? Allah hər birinizin ruzu bərəkətini versin. Xeyirli bazarın versin. Bazar olsun. Qaqa, bunun qiyməti nədir? Dostum, bir dənə bunun qiymətini deyirəm. Birinci. 2700 lira. Çəkək, gözəl bir video olub. Hazırlayaq qoy, baxsınlar. Hele gülecek. Belki veselalarla taşak başını düşün. Akşam senin Buna da belə çörək verdik. Saplıca yatağı olan belli yaparsın. Hani ne yandım abi sen öldür. Hani ne yandım abi sen öldür. Evet. Ne diyelim satmış oldu. Saat yaşına geri bak. Nətər? 2600 lira. Götürün bu adamı. Ümumiyyətlə alıcılıq nətərdir? Çok zeytin ömründen aldı kalkın. İnşallah sağ. Alıcılıq nətərdir? Allah xeyir versin. Belə kom 2600'den deyirsiniz. Allah xeyirli bazar versin. Sort başka şey. Böyle güzel işte. Hayvan sortunu Bu sosu da çek. çəkim da. Siminta. Neçə deyirsən bunu? 31'e. 31'e. Bunu belə dedirsək ki, nə qədər olar? Olmaz. Olmaz demeli. Olmaz. 380 tane var. Pazarın olsun.
Deməli ağsaqqal bax belə bir simentalı var. Gördüyünüz kimi. Südlü heyvandır. Balası da körpədir. Neçə günlükdəmi? Üstündedir, bir haftalık. Bir həftə. Südlü bulama? Sürdü yok, sürdü. Südlü. Südü nədir bunun? 20-22 litre, 4 emceğinde. Balı ilə balasız? Balayla bir yerde 20-22 litre. 20 litre. Neçənci qarın? 5. galiba. 5-ci qarın. Qiyməti nədir? Kıymeti 5 milyon. 5000 manat. Simentalın bel kalavudur abi. Bəli, bəli. Simentalın görünür. Takmalı beni. Allah xeyirli bazar versin. Hala söhbət yox. Harqi söhbəti. Olsa, Kim alsa Allah xeyrin versin. bəli. Haram malıdır. Ben özüm Lassınlıyam, Bərdədə bir köhnə bazardan yuxarı meşəçilik deyirik. Orada Meşə. Bəli. öz qapımla. Allah xeyir versin. Sağ ol dedi. 0941 20 litre südü. 20 litre. 5-ci qarındır. Qapıda sağsın apartın, 5. qarın. Qapıda sağ apar. Bəli. 0941. Ha. Xeyirli uğurlu olsun. Sağ ol qardaş. Ağsaqqalın bax belə bir inəyi var. Balasıdır bu. Erkəkli dişi. Dişi, namazlıq. Neçənci qarında tabi? 6-cı qarın. 6-cı qarın. Südü 8 litre. Yemlə yemsiz. 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 Yem versən yəqin ki bir 10 verər də. Baladan başqa 8 daha yəqin ki. Baladan başqa. Qiyməti nədir? 3500. Allah xeyirli bazar versin. Hara malıdır bu? Bərdər onun Kənan Təbrik kəndi. Xeyirli bazar olsun. Ne kadar sürdü? Ağsaqqalın belə bir inəyi var. Balası da yəqin ki dişidir. Dişidir hə balası. Abdullah. Neçənci qarındır bu? Şimdi de Allah. Südü nədir bunun? Üşümemeden aşağı son verir. 3 məmədən 10 litre. İkinci qarın, balası neçə günlükdür bunun? Balası aydı. Ha. Şəftəni keçir. 3 həftəni keçir. Belə qiyməti nədir? 3600. Onun arxasında çəkin. 3600. 3600 manat. Çoğaltı. Allah xeyirli bazar versin. Kardeşim bax belə bir nəyi var. Bu neçənci qarın dürək? 3 balası dişidir hə? Erkək. 13-14 litre süt verir üşməmədə. Nətər? 13-14 litre süt verir üşməməsinə. 3 məmədən 13-14 litre. Bəli, bəli. Hara malıdır bu? Bərdə yalan gələnə kəndi. Bərdər oyunu gələnə kəndi. Nə gözəl. Qiymətidir? 36-ya. 3600 manata. Balası neçə günlükdür bunun? Anası 10 günlükdür. 9 Yəni südə keçib daha. Pol. Şərtlərinə verirlər. Gəlsin qapında axşam səhər sağlıqlı götürün aparsın. Şərtlə də verirsən, qapında saxsın aparsın. Verir. Bazarın olsun. Çat 24 say apar bindir gazele. Asalım. Qaqa bu neçənci qarındır? İkinci. Balası dişi ha? Sen pulu say pulu say.
Ay sabahım oynaya bak hafta verer. Sattılar. Allah xeyir versin. İkinci qarın duya. Bu da bizim Sabıqı kardeş. Bu da Mişa kardeş. Bu neçənci qarındır? 4. Balası erkek dişi? Dişi. Südü nədir bunun ata? 8 litr. Qiyməti nədir? 2600 lira. Haramalıdır? Bərdar oyun Mirzəxan kəndi. Bozaq qulaqlardandır, gözəl qardaşlar. Gördüğünüz gibi. Neçənci qarın? 4. Südü nədir? 8 litr. 8. Yem nə verirsən? Kəpək. Kəpək. Bəli göyə çıxsa nə qədər verər? Göyə çarpır. Vapşe çıxsa nə verər? Ondan çox verər. Allah xeyirli bazar versin. Ora gəldim onda. Kardeşim bak böyle bir hayvanı var. Balası dişidir bunun. Erkek. Neçənci qarındır bu hayvan? Yerler ikinci. 2. Südü nədir? 5. 5 litr. Qiyməti nədir? Kıymetli 2800. Allah xeyirli bazar versin. Yem verirsən? Yem versən nə qədər verər? Ben versem 1-2 litre artırar. 1-2 litr artırar. Balası neçə günlükdür? 1 aylık. 1 aylıqdır. Allah xeyirli bazar versin. Videomuzu burada da yekunlaşdırırıq. İnşallah gözəl videolar sizler için gələcək. Xeyirli bərəkətli olsun. Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi xoş gördük. Biz bu günləri Sumqayıtda Aydın müəllimin fermasında. Deməli, həmi boğaz inəklər, balalı inəklər, bozaq qulaqlar. Həm də Gelford belqaloflar çəkəcəyik, baxasınız. Deməli, gördüyünüz kimi gözəl qardaş. Burada neçənci qardaş kimi heyvanlarımız? 2 var, 3 var, 4 var, 5 var. Deməli, gözəl qardaşlar. Qiymətlər yəni dəyişir. Boğazla balalının arasında. Bugün ayın neçəsidir? 7-si mart, aprel. Aprel 2026-cı il. Deməli 120 baş, bax belə inəkdir, 120 baş. Verilən məlumatlara görə. Həmi balalı, balalarını da çəkəcəyik, baxın. Həmi boğaz, yetik. Hal-hazırda qiymətlər, südləri nə bilim 10, 12, 15, yəni baxır sizin saxlamağınıza. Bax bu yüzdəki, bu gördüyünüz addırdəkilər də bu heyvanların balasıdır. Bax bu yerdəki olan hamısı baladır. Yəni, heyvan bu addırda da var. Bu addırda var. Yəni bunlar baladılar. Hardasa bir 50-60 başa, hələ bəlkə də çox, 70 başdan yuxarı balalıdır. Gözəl qardaşlar. Bunun qiymətləri kim deyil? Ancaq zəhmət. Aydın məsələdir. Aydın məsələdir. Hamısı yəni bax balalıdır. Bax bunların. İçinə bir dənə də Gelford gəlib düşüb hardansa. Bunlar hamısı gördüğünüz kimi videoya axıra kimi baxın ki. Yəni orada nömrə deyiləcək. O nömrə ilə birbaşa əlaqə saxlayırsınız. YouTube tərəfindən də gələn izləyicilərimizə
endirimler olacak. Yani bak gelirsiniz, oradan buradan inek alırsınız. Biri deyir 8 litrdir sütü, gelsiniz 3 litr. Kardeş gelin FAK merkezinden alın da bunu. Yani bizim saytları bak, bu videolara, komentaryalarda bakacağım. Like vermeyenleri birbaşa saytımdan uzaklaştıracağım. Bak deyim bilesiniz. Like, o bir like'ı bakırsınız çok görmüyor. Buyurun bakın, hamısı 70'ten çoxu balalıdır. Gelford Belgalofları da çekeceğiz hamısını. Bakarsınız orada. O bir adlarda da var, çekeceğiz bakın. Bize geldik Gelfordlar, Belgaloflar. Aparın 5 ay bakın, hazırdılar. Bir bak. Buyurun bakın, kesiliyor bir taraftan adlardakiler de çekiyor. Gelford, Belgalof. Aydın kişi çok değerli kardeşti. Özel kardeşti. İnşallah da hayvanlar hamısı göz qabağındadır. Bunlar da ki Belgaloflar buynuzsuz. Bakın görün ne gözəldilər. Azərbaycanda demək olar ki, Aydın kişi bir nömrədir. Yani bu işin peşəkarıdır. Yani ikinci bir heyvan gətirən şəxsi görmürəm da peşəkar. Hamı gətirir. Ama bu kişi gedir malın harda gözü var. Bu gördüğünüz yerlerde ben çok videolar çəkmişəm. Anguslar, şarollar. Yani bakın, Gelfordlar, Belgaloflar hamısı sözlerini deyir. İçində deməli 220 de var, 300 kiloluğu da var, her çəkidə var. Kimə də neçəsi lazımdır, yəni gəlib ala bilər. Buyurun baxın. Gördüğünüz kimi. Hamısını çəkəcəm. Baxın. Burada neçə başlı cəmi bu Gelford Belgaloflar? Ha? 156 baş erkəklərdir də ancaq. İnek neçə başlı? İnek 120 neçə dedim ha. Ve bak kardeş, hamısı Gelford, Belgalof ve içinde Angus olanlar da var. Bunlar Primnoy gedir, Primnoy. Yani buynuzsuz. Ben oraya nömrəni yerləşdirəcəm. Sənin onun. İkiniz deməli gözəl kişilər. 055 265 32 85 ilə Aydın kişi ilə əlaqə saxlayırsınız birbaşa. Aydın kişilər bütün suallarınızın hər birinə cavab verəcək. Gördüğünüz kimi. Bax, gözəldilər. Bütün adderlerde, yani gelin kardeş neçəsini istiyorsunuz? Patologu bu heyvana 4 ay bakarsın. Bak bu ayaküstə duran heyvana. 4 aya bu hazırdır. Bu videomuzu Bərdə Mal Bazarının videosunda da yerləşdirəcəyi tam ətraflı izləyirsiniz. Videolar bütün saytların hamısında paylaşılacaq. Hal-hazırda heyvanlar hamısı göz qabağındadır. Biri-birindən gözəldirlər. Biri-birindən. Baxın, 100 neçə dedin? 56? 156 baş erkəkdir. Noy, yani buynuzsuz Gelford Belgalof gözəldirlər. Buyurun baxın. Tam ətraflı. Videomuzu
burada yerə yekunlaşdıracağıq. 055 265 32 85 nömrəsi ilə istəyir WhatsApp, istəyir mobilli. O nömrə ilə əlaqə saxlayırsınız. Deyirsiniz biz Piriyev Tahir tərəfindən gəlmişik, sizə endirimlər eləyəcək. Belə çəki ilə də, yəni qardaş, qiymətlər istəyir sağlam heyvanlar, istəyir boğaz heyvanlar, hamısı o kişi qiymətlərini deyəcək sizə. Buyurun baxın. Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bax belə 156 baş Gelford Belgalov gördüyünüz kimi. Sumqayıtdan keçiliyor, bir adları çəkib baxın. Bax bunlar Gelford Belgalovlardır. 156 baş heyvandır. O üzdü bu üzdü. Maşallah olsun. Heyvanlar güzeldiler. 156 baş heyvandır, güzel kardeşler. Hal-hazırda Primnoy Gelford Belgalovlardır. Primnoy. Buynuzsuz. 050, yok üzr istəyirəm. 055 265 32 85. Aydın müəllimdən birbaşa əlaqə saxlayırsınız. Həm inəklər üçün, həm danalar üçün. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax belə 130 baş balalı və ağır boğazlar var, bozaq qulaqlar. Bax bu gördüyünüz hamısı dişidir. Dişi düyələr, inəklər. Birinci qarından dördüncü qarına kimi. Deməli gözəl qardaşlar. Bax bunlar hamısı inəklərdir. Sumqayıtdadır. 130 baş heyvandır. 130 baş. Buradakılar da balalarıdır. Bax bu abdeldəkilər də balalarıdır. Gördüyünüz kimi. Hamısı balalı. Bax bu. 70'li 80'li balalıdır. Qalanı ağır boğazdır. Hal-hazırda heyvanlar hamısı göz qabağındadır. Buyurub baxa bilərsiniz. Əlaqə üçün bizlə də əlaqə saxlaya bilərsiniz. Birbaşa. Heyvanlar hamısı Sumqayıtdadır. Buyurun baxın. 10, 12, 15 süt verən inəklərdir. Yəni yemlənməyindən çox şey asılıdır. Elgün bunlardan istəyirsən bu inəklərdən, yoxsa bu balalarından istəyirsən, nədən istəyirsən, 120 baş. Hamısı yəni o tərəfdən gəlmə dana, yəni axar kələkdən. Nədən istəyirsən verim də, yəni sənin üçün 120 baş inək. 200 baş dana, o yüzden. Nə istəyirsən də, yəni hamısı öz əlimizdə qaqa. Belə yəni aydımızın qardaşda fərqi yoxdur. 120 baş. 15 litr, 18, 20 litr. Birinci qarından dördüncü qarına kimi. O yüzden əki danalardı, maşallah danalar. Nə istəyirsən də, hansından istəyirsən verə bilərik. Nə istəsən. Nə istəsən var. 500 başa yaxın heyvan var.